Salam əziz dostlar, Allah Teala Salih Peyğəmbəri öz qövmünə Peyğəmbər olaraq göndərdikdə Səmud qövmünə. Salih Peyğəmbər onlara belə bir dənə cümlə ilə xitab eləyir, buyurur ki, qalə ya qavmi, dedi, ey mənim qövmüm, limə təstəcilunə bis-səyyəti qabləl-həsənə. Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Yəni, pislik və yaxşılıq arasında biz qalanda ki, nəyi eləyək, pis iş görək, yoxsa yaxşı iş görək? Biz niyə pisliyi seçməliyik? Yaxşılıq qala-qala. Bizim axı fitrətimiz, yaradılışımız yaxşılıq üzərində qurulub. Biz insanlara pislik eləməliyik? Sonra buyurur ki, Həzrəti Salih, لَوْ لَا تَسْتَغْفِرُونَ اللّٰهِ لَعَلَّكُمْ تُرْحَمُونَ. Nəbl surəsi 46-cı ayədədir. Niyə Allahdan bağışlanmaq diləməli deyilsiniz? Niyə deyildinizmi? Yəni, siz Allahdan niyə bağışlanmaq istəmirsiniz? Ki, bəlkə sizə rəhm olunsun. Həqiqətən, biz Allahla münasibətlərimizdə çox qəribə bir davranış təqdim edirik, sərgiləyirik. Bizim bağışlayan bir Allahımız var. Allah bizə əzab verməkdən ehtiyacsızdır. Əzab versə, təbii ki, biz özümüz ona layiqik. Amma bağışlasa, Allah özü ona layiqdir bağışlamağa. Niyə Allah bağışlayan Allahımız ola-ola biz Allahdan bağışlanmaq istəməyək? Niyə deməyək, ilahi, bizim günahlarımızı bağışla, bizim ibadətlərimizi qəbul elə? Niyə biz yalnız dünyəvi işləri Allahdan istəyirik? Təbii ki, istəməliyik, ruzi, halal ruzi filan. Amma niyə axirət işlərimizi saxmanlayıb, axirətimiz üçün də çalışmayaq? İlahi, bizim bir duamız olmalıdır əslində. İlk duamız olmalıdır. İlahi, günahlarımızı bağışla. Günahlarımız çoxdur. Sənə qarşı üsyankarlıqlar çox eləmişik. Bizi bağışla, valideynlərimizi bağışla, əzizlərimizi bağışla. Təbii ki, bir dənə Allahın bağışlamaq sifətini azca başa düşməkdən ötürü Allah Peyğəmbərinin həyatına ona müraciət eləmək olar. Allah Peyğəmbəri o qədər mehriban idi. O qədər mehriban idi. Başına zibil tökürdülər belə. Bir gün başına zibil tökməyəndə gedirdi ona baş çəkirdi. İndi təsəvvürümüzə gətirək, Allahın belə bir Peyğəmbəri, belə mehriban Peyğəmbəri varsa, görün Allah necədir. Görün Allah necə mehribandır. Allah günahlarımızı bağışlasın. Allah bizi, dualarımızı qəbul eləsin. Allah bütün xalqımızı, millətimizi qorusun inşallah. Sağ olun.